Salam. Bugün şir evdən qaçdı vəziyyətində sizi salamlayıram. Çünki bugün o gündür. Axır ki saçlarımı bugün rəngləyirik. Çox həyəcanlıyam. Uzun bir zamandır, hardasa 2 il falan olar ki saçlarımı qətiyyən tünd görməmişəm. Bu arada kamera buradadır, amma mən özümə baxaraq danışıram. Özümü görmədən danışa bilmirəm axı. Belə danışıram. Yaxşı, biraz sınayım görüm alınır. Uzun zamandan sonra sonunda öz saç rəngimə geri dönüş eləyirəm. Qoyacağım rənglər bunlardır, tünd rənglərdir. Yəni öz saçımın rəngini deyə bilərəm, amma saçımda necə tutub tutmayacağını bilmirəm. Biraz həyəcanlıyam. Amma bu riskə getmək istədim. Yəni nə qədər pis ola bilər ki, deyərəkdən zaten öz rəngimə qayıdıram, tündləşdirirəm. Yəni sarı deyil ki, qorxum ya da fərqli bir rəng deyil ki, qorxum. Heç bir problem yoxdur. Sadəcə özümü uzun zamanda elə görmədiyimə görə ona görə biraz belə həyəcanlıyam, təşvişliyəm. Amma düşünürəm ki, çox gözəl olacaq. Bəlkə çolkada kəsdim. Çünki çolkalarım çox uzanıbdı. Oy, əməlli uzanıb. Və bəlkə saçımın uclarının da belə bir barmaq qədər falan, bir barmaq qədər falan kəsdim. Bu arada belə göstərməyimi də yəqin gördünüz, nəysə. Küçük bir məkan dəyişikliyi elədim, çünki burada işıq daha yaxşıdır deyə düşünürəm. Həm də bura daha böyük bir alandır. Bu mənim artıq özümü son sarışın vəziyyətdə görməyimdir. Dostlar, Fidan xanım, mənim əziz qonşum, stilist, bütün saçla bağlı bütün prosedurlarımı maksimum əmanət eləyə biləcəyim insan Fidandır. Sağ olsun. İndi işlə başlayırıq. Birinci saçımı kəsirəm, sonra rəngləyəcəyik, görək. Artıq 5 ildən sonra Polşada heç salona getməyən bir insan olaraq hər şeyi öz üstümdə yoxlayaraq öyrənmişəm. Bir dənə qalıb dırnaq, onu da yoldan çıxara bilsək, onu da eləyəcəyik. Susan qalın. Bəs uzundan nə qədər kəsmək istəyirsən? Nə biləyim, çünki səndə qat-qatdır. Mən istəyirəm ki, ucları tam düz olsun. Amma qısalarda var deyə düşünürəm ki, pis olacaq elə. Yəni belə bir şey istəyərsən, bu qədər. Çox qısadır. Nə qədər? Bu boyda yəni. Yox belə. Nə biləyim. Sizdə çox tez uzanır saçım. Peki kəsim deyirəm. Məndə də elədir. Uçları biraz yıpranmışsan da sonra normal olaraq da. Məndə də elə idi yəni. 4 aydan bir kəsiyorum. Eləyim də qışda nə olacaq ki? Kəsək elə belə. Bu uzunluqda kəsək. Uclarından deyirdim, indi komple saçım gəlir. Yoldan çıxmaqda da bir nömrəyəm. Haldır mənə. Mən videonun başında uşaqlar sizə deyirdim ki, saçımın ucundan bir barmaq qədər kəsəcəm. İndi siz sonuca baxın. Bir barmaq. Bu kiminsə barmağıdırsa mən. Özdə videonu çəkəndə belə edirdim. Barmağımı düzünə göstərmişəm. Deyirəm ki, bir barmaq qədər. Sonra ayıldım ki, bu o deyil. Yəni barmağımı fərqli formada qoymalıyam. Burada dediyim oldu. Barmaq. Bir barmaq. Saçları göstərim. Salam. Oyda. Amma bir yandan yaxşıdır ki, qorxurdum kraska çatmaz. Çatacaq burada. Anaç, gəl bax saçıma. Söyleme. Saçlar gitti. Qısaltdım, nətərəm? Normal da. Sağ ol. Evet, sağ ol. Əsas uzları getdi. Qıraqları eyni. Düzəldi əsas. Super. Böyle bir şey. Tam istədiyim boydu, tam. Uşaqlar. Burada kraskamızı Fidan xanım qarışdırır. Qışın qaranlısan. Fantastik istivaliydi. Bunlar yəqin ki sana lazım deyil. Çünki maskadır. Bunu nə edəcəm? Sonra vurmalıyam. Yəni başını yuyanda istəsən prosta maska qoya bilərsən. Onun üçündür.
Normalda deyirlər ki, kaskanı qoyandan sonra bəziləri var saçını prosta yuyur, şampun vurmur. Birinci dəfə. Bəziləri var ki, şampun da vurur. İndi yuyacağıq onu deyirsən. Bəziləri deyir ki, şampunla yuyanda kaska axır da. Bir gündə artıq qalmaz. Şey yoxdur. Məsələn, mən saçımı hər yuyanda, dənizə girəndə məndən qırmızı sular axır. Sanki qan. Yəni, hər yuyanda fərqi yoxdur bunun. Hər iki rəngində dəyişiklik sevmirəm, amma ay, heyecanlısan. Başqa, mən bütün Polşaya hamıya çolka kəsmişəm. Polşada çolkasız bir... Bəli, burada kraskamızı qaçışdırırıq. Bir qarış. Belə tutub göstərirdim. Bu da oldu bir qarış. Amma qəşəng oldu. Əsas olub düzəldi saçlarım. Canlandı. O qədər bezmişdim ki, əyri-üyrü hər yerdən kəsmişdilər. Çolkamla biraz vida düşsə lap yaxşı olar. Çolkamın qalınlığına bax. Yanlış ustuq seçilmiş axır. Məncə ümumiyyətlə Azərbaycanda yaxşı, indi yaxşı ustalar var yəqin ki, deyə bilmərəm. Yəni mən çox illər keçib amma çolka mövzusunda mən həmişə fail olmuşam. Və mənə o inandırılmışdı artıq ki, mənə çolka yaraşmır. Mənə deyirlər ki, sən alnın balacadır, sənə yaraşmır falan, eləmə. Amma düzgün ustanı tapanda doğrudan 3 ildir, hətta 4 ildir ki, mən ancaq çolka ilə gəzirəm də çolkasız özümü düşünə bilmirəm. Üzümdə nəsə əksikmiş kimi hiss edirəm. Amma son dəfə bura gəlməmişdən bir gün öncə getdim. Öz ustam yox idi. Mən dedim ki, əşik nə olacaq və kim olsa kəsər də. Həm saçımı bərbad günə qoydu, həm də çolkamı. Həmin gündə qəşəng ukladka eləmişdi, belə havalı. Dedim ki, nə qəşəngdir. Səhərsi gün yudum, dedim bu nədir? Nə gündədir bu? Belə şey olar. Məncə arxadan da. Daha çox arxam baxacaq. Başlayaq inşallah. Allah. Senin videosu. Axırda şeylərin Saatleri. sayını yoxdur. Belə eləyərsən. Haydi bismillah. Başımı qabağa verirəm. Bəli, qaraldıq biraz. Biz biraz qaraldıq, gəldik. Necə gəlib Fidan xanım? Son toxunuşlardayıq. Mən özümə də hal-hazırda çox maraqlıdır. Buradan nə rəng çıxacaq? Sonra uğurlu alınsa Instagramımı deyəcəm. Gərək kainatda sənin oxşayan olacaq. Burada mahnı gelir kainatda. Hazır olanı. Super. Uşaqlar, mən indi gedirəm bir yarım saatdan sonra qaralıb gələcəm. Sağ olun. Mən saçlarım. Gözdən. Bayaqki daraq verirəm. Neyini yedin kameranda? Uşaqlar.
Getdim, qaraldım, gəldim biraz. Yüngül bari. Hə, indi saçımı biraz qəşəngləşdirək, ukladka eləyək görə. Gerçək rəngi nə rəngdir tam olaraq. O da uzun zamanda özümü belə qara görmürdüm deyə çox qəribə hiss edirəm özümü. Amma necə qəşəng tutub rəng. Necə belə parlaq. Tam tutub da eyni rəng. Bir də saçın materialı belə şey olmuyor. Sarıda bu çok böyle diri görünür. Hə. Sarıda uçları hiç olmuşdu ki böyle nasosluydu ama bunda böyle Sonra ben çünkü bütün şey olması istedim kestiği onu göre. Bilmiyorum ben sana yaraştırdım. Hele ki tam hissedebilmiyorum düz hisseydi şeyde ama tabii ki uklatkadan şeyden giyimden çok yansıdı. Ama ben sana yaraştırdım. ya ukladkam olsun mu? Görünücü böyle. Ben onda tam kararımı vereceğim. Hoşuma gelmezse sabah gelirim bir de açık renk kraska alıram. Hiç de umurumda değil de 10 koyuruz. Buna bize ne yaraşar? Bu saça, bu formaya. Bir tane qəşəng liner. Böyle keskin de. Olursan böyle tam. Firişka. Ha. Burası liner vura bilmirəm. Ben de. Liner vurmuram. Linerim de yoxdur. Bacarmadığım Ha. tek şey liner bulmaktı. Mən də. Köhnə Azadə ilə tek fərqi bir dəqiqə bir qaşlarımın rənginin biraz daha açıq olmasıdır. Əvvəl çox tündüydü. Bir də dodaq dolğunlusu. Eyni Azadə Dodaq geydi. dolğunu Bakıya bırakıp gələndə eləmişdim. Hə. Ben çok istəyirəm onu. Yani yeganə istədiyim şeydir. Ama ağrısını yoxsun. Ama ağrıda da kesin. 10 üzərindən 6 falandır da, yəni 5-6. Yəni o da çox anlıqdır. İynə batanda ağrıdı. Buradan izləyicilərimə deyim ki, dodağım dolğudur, bəli. Bilənlər yox idi, heç vaxt paylaşmamışdım. Şimdi çox təbii görünür. Kimə deyirəm, doğrudan deyirəm, hə, var biraz. Hələ birinci Peki mamam məni köhnədən öldürürdü. səni görsəydik bəlkə. Mamam məni öldürdü birinciyə, daha özümü öldürdüm, mama nə olar, qaynanamı da devrəyə soxdum ki, denən ki, mən aparım, narahat olma, mənlikdir, nə bilim nə. Mənim də mamam nənəm gildəydi, papam da belə şeylərə qarşıydı da. Biz də hələ, biri var evli olasın, o ki, əri bilər, özü bilər, bir də var ki, hələ onun şeyindədir. Hə, mənim mamam dedi ki, mən nənən gildəm, sənin dodağın göyərsə, şişsə, sən atana nə cavab verəsən, axşam evə gedirsən, atanı görəsən falan. Evə gəldim, bir artistlik, ölürəm, mən maska taxmışam. 2 gün maskada, çünki dodağımın kapilləri partlamışdı. Bu da 10 nəfərin 9-unda olan bir şeydi də. Göyərmişdi dodağım. Hə, 3 gün, 2 gün maskalı gəzdim. Atam yəqin bu vlogu izləyəcək. Hə, bunu kəsərəm. Bunu kəsərəm. Hə, şeydi. Heç nə maskara gəzdim. Papulya evi yox da nə olacaq ki? Əsas Artıq əri var. hə, artıq yoldaşım var. Yox. Sonra heç nə oturdu da normallaşdı. Çünki mənə dedi ki, pomada da vurma. Pomada vursam göyü bilinmirdi də. Dedi pomada da vurma olmaz. Mən 3 gün gömdü gəzmişəm də. Mama mənə dedi ki, işdə də çıxartma maskalı. Deyərlər ki, ay Allah, bunun dodağı niyə gör? Mən dedim, yaxşı, narahat olma. Onun qorxusundan işdə də maskala gəzirdim. Hoşuma gəldi ya, hakikaten geçen vardı. Onları bəyəndim. Sərtli ab Son hava söz oldu. sənin və ananın. Anar 100% bəyəndi. Bayaq yaş dedi ki, o ne geçen oldu. Hələ heç kulakkam falan olmamışdı. Mən bir alışdı gözüm. Yəni daha belə yaşını göstərəm elə. Qadın sayılır. Yaşını göstərəm. Göstərəm. Nə yaşım var? Neçə yaşın var? 24. Gör, göstərəm də. Çox belə. 24? Hə. Oh my god. Çox olgun. 4 yaş oldu. Hə.
şey eləyirlər. Olunub, qara deyil. Qələyim qoy göz. Kainat mahnısını qoyacağım. Gözəl. Əl başı. Ya belə. Yanına doğru. Əvvəl eləyim tamam. Gözə biraz arxa keçelim. Bunu buradan təzədən eləyim ben. Bir dənə söz deyirəm. Sonra belə arxa keçərsən, belə eləyərsən, belə. Kainatta yoktu senin okşarın. Gecenin sultanı, zulmetin şamı. Dağlarda zerredir senin yanında. Suskunsa her zaman sirleri koru. Amma qəşəng oldu. Əla oldu yəni. Qısalığı vəbşi yaxşı ki kəsdik də, yəni belə görünməzdi. Nə gözələm, ay Allah. Sağ ol Fidan. Gəl bura yaxın gəl, çox sağ ol. O əməyə başda bir-birimizin tamam əksi oldu. Sən açıq rəng, mən qapqara. Üstündə hansı rəng var? Azadə o Evet. rəngdir. Yəni işıq düşməsin ona. Prosto işıqsız alan. Aynen. Baxın uşaq. Alın aldırın. Yox. Çox sağ ol Fidan. Əllərə sağlıq. Fakat sağ ol. Tez alışdım bu saçıma. Bilmiyorum.